görmək istəyirsinizsə, videonu bəyənin və ən əsası kanala abunə olun. Salam değerli izleyiciler, hoş gördük her birinizi, her birinizin sabahınız xeyirli olsun. Değerli izleyicilerim, her kəsi Cəllabaddan salamlayıram. Bütün Cəllabadlılara buradan üst tutub səslənirəm. Bilirsiniz də Cəllabadlılar o Cəllabadlılardır ki, 44 günə şəhid Xəqani qardaşımızın adına ev tikildi. Cəllabadlıların birliyini elə mən də bilirəm, izləyicilərimiz də bilir. Buradan birinci ilk olaraq Cəllabadlılara səslənirəm ki, gözəl Cəllabadlılar, 3 dənə başsız qadın yaşayır və 2 dənə körpə bala var. Özləri də Seyid Peyğəmbər evlatlarıdır. İndi çəkilişimizi tam çəkilib efirə verəcəyəm. Gözəl izləyicilərimiz, Allah sizləri var eləsin və hər bir kəsdən də xahiş edirəm ki, gözəl izləyicilərimiz, bildiyiniz kimi Ceyranboyda Qaziyə ev tikilir. Yəni o evimizdə materialımız var, ustalarımız işləyir. İndi 2 gün Allah'ın köməyi ilə burada olacağım. Buradan möhtəşəm çəkilişlərimiz olacaqdır. Mən bilirəm ki, Cəllabadlılar qalxacaq ayağa. İnşallah bu evin pulunu elə 2 dənə çəkilişə yığacaq Allah'ın köməyi ilə. Sabahın xeyir gözəl qardaş. Bu günləri bizim gözəl qardaşımız Maqa qardaşımız da buradadır. Belə Maqa qardaşımız burada bu evdə səbəbkarlıq eləyir. Allah canını sağ eləsin. Yəni bilirsiniz də Maqa qardaşımız bu evdə yox. Bizim kanalda nə qədər ki şəhid evləri, qazi evləri kilifdir. Maqa qardaşımızın orada maddi kömək olub. Allah canını sağ eləsin gözəl qardaş. Sağ ol, sağ ol. Allah sağ olsun. Qazancına bol bərəkətlər versin inşallah. Gözəl izləyicilərimiz, videonu xahiş edirəm hər kəsdən. Kim bizim bu videomuza baxırsa, kontaktında Cəllabadlı varsa, bax bu videomuzu açsın Cəllabadlıya. Cəllabadlılar oyaqdılar, Xəqani Məmmədova həmişə dayaqdılar. Gözəl izləyicilərimiz, bax burada gördüyünüz kimi bu ev tikilir. Bax bunlar burada qalır. Bir nənədir, 2 anadır, 2 dənə də körpə baladır. Özləri də Seyid Peyğəmbər evladıdır. Yəni bunlara bu kətdə nə qədər ki gözəl insanlar var, gətirib nəzir verirlər. Ustalarımız da çox sağ olsunlar, Allah canlarını sağ eləsin. Hər birinizin Allah əlinizə, qolunuza qüvvət versin, gözəl ustalar. Bax bu ustalarımız da gözəl izləyicilərimiz təmənnasız bax bu evdə işləyirlər. Allah canlarını sağ eləsin. Gözəl izləyicilərimiz, bax bu ailə burada yaşayır. Görürsünüz də pəncərənin heç şüşəsi belə yoxdur. Hələ evin içini çəkəcəm. Ürəyi nasaz insanlara xahiş eləmək. Bu videoya baxmasa yaxşıdır. Bax gözəl izləyicilərimiz, evimiz belədir. Bura hamam, ayaq yolu və bura isə bir otaqdır. Gözəl izləyicilərimiz. Zal baş tərəfi də arka ilə yığılacaq buxna. Bura bir otaqdır. Gördüyünüz kimi bura bir otaqdır. Bura isə bir otaqdır. Polnusu tirləri düzülübdür. Maqa qardaşımız, bu evin pəncərələri. Bu evin pəncərələrin Kərbəlayı Fikrət qardaşımız verib. Allah canı sağ eləsin. Allah ölənlərin rəhmət eləsin. 30 paçka Elşən qardaş Petrovkadan bu evə sanat siment eləyib. Allah köməyi olsun. Allah qəbul eləsin. Allah canı sağ eləsin. Bu evə kimlər də yardım eləyib, hamısı. Bu günə qədər yardım eləyənlər Mirəli, Tahir oğlu, Allah ölənlərin rəhmət eləsin, 2500 manat. Əfqan, Petrovka 250 manat. Miradəm, üzr istəyirəm, manatı azındır, rubul deyə Miradəm, Mirbaba oğlu 100 dollar. Allah canı sağ eləsin. Kərbəlayı Fikrət yenə də 145 manat. Kərbəlayı Rüstəm 100 manat. Kərbəlayı Faiq 30 manat.
Mübariz Balabəyoğlu Petrovka 100 dollar. Allah canını sağ eləsin. Elsəvər Petrovka Almaniya 50 euro. Sağ olsunlar. Əflatun Petrovka Cəllabad Petrovka Stavropol 40.000 rubel. Sağ olsunlar. Əfqan İsimxanoğlu Petrovka Samara 10.000 rubli. Tural Cəllabad Petrovka 25.000 rubel. Raxib Ağcabədi 5.000 rubli Ijevski. Elşad Petrovka Sənanoğlu 10.000 rubel. Anar Sarbalaoğlu Petrovka 21.000 rubel. Neymət Közbulaq Cəllabad 7.000 rubel. Zaur Gülmirzaoğlu Dağıstan 20.000 rubel. Mirşakir Ağa 5.000 rubel. Ijevski Petrovka. Rəviş 6.000 rubel. Ramin Petrovka Cəllabad Dağıstan 20.000 rubel. Vuqar Petrovka Dağıstan Hüseynağoğlu 7.000. Vadər Petrovka Stavropol 12.000 rubel. Ramin Simranoğlu Kazan 15.000 rubel. Fərid Maqoğlu 10.000. Kərbalayı Kamran Maqoğlu 10.000. Allah canlarını sağ eləsin. Faik Cəllabad Faik Petrovka Ijevski 5.000 rubel. Telman Davaxanoğlu Ufa 10.000 rubel. Dərgah Tapdıqoğlu Ijevski Xəlləbət 10.000 rubel. Natiq Cəllabad əskər yoldaşı 5.000 rubel. Elman Ufa Petrovka 10.000 rubel. Kamil Gruziya 12.000 rubel Ijevski. Allah canını sağ eləsin. Vali Lənkəran 5.000 rubel. Allah qəbul eləsin. Allah min əvəzin versin. Allah min əvəzin versin. Allah ölənlərə rəhmət eləsin. Çox Allah sağ ol. üstlərinə töksün. İnşallah bu yaxınlarda qışa girməmiş bu ev bunlara təhvil verəcək sizin sayənizdə. Allahın Bizim də köməyi. köməyimizdə nə çatışmanında var, biz inşallah başa çatdıracaq. Bu ev İnşallah. qalmayacaq. İnşallah. Allah İnşallah. hamımızdan razı olsun. Çox. Rasim qardaşımız, bu ailə haqqında da bir məlumat verərdin də. Bu ailəni mən tanıyandan 30 ildir, başsız ailədir. Seyid Peyğəmbər evlatlarıdır. Bunlara kim 1 kilo ət gətirir, verir, nəzir. 1 kilo qənd, 1 kilo çay. Kim geyinməyən paltarı var, artıq əşyası var, gətirir, verir. Kim 5 manat nəzir verir, 2 manat nəzir verir, 3 manat. Bunların ancaq dolanışığı onunladır. Evdə gördüyünüz kimidir. Buyurun baxın evə də. Evin kirişasını. Evin krişası da gözəl izləyicilərimiz. Yağan yağış evin içindədir. Evin içində indi çəkəcəm. Özünüz baxarsınız. Deməli, gözəl izləyicilərimiz, kimin nəziri varsa, bax bu ailəyə nəzir eləyə bilər. Ağır Seyidlər, cəddlərinə qurban olum. Seyid Peyğəmbər evlatlarıdır. İnşallah, bax bu günlərim qardaşlarımız gəlib, bax bu gördüyünüz buranı hamısını tutacaqdılar. Kolondan burayanı beton veriləcəkdir. Allah köməyiniz olsun. Bax bura qədər də bu qardaşımız bu evi bax dostları ilə, adların çəkdiyi qardaşlarla, xeyriyyətçi insanlarla, bax bu kənd sakinləri ilə bura qədər gətiribdilər. Mən əminəm ki, yenə bizim bura hal-hazırda Petrovkadır, Cəllabadın Petrovkasıdır. Mən bütün buradan Cəllabadlılara üst tuturam, Cəllabadlılara səslənirəm ki, yəni bayaq çəkilişimizdə də vurğuladım, Cəllabadlılar o Cəllabadlılardır ki, 44 günə bu Cəllabad rayonunun Adınalı kəndində 5 otaqlı ev tikdik, təhvil verdik. Yəni buradan yenə də üst tuturam bütün Azərbaycanıma, bütün mərd insanlarıma, şirürəkli qardaşlarımı üst tuturam ki, Seyid Peyğəmbər evlatlarına ayış edirəm, başsız qadınlarda kömək eləyin.
gedəcək, nə qədər usta işi gedəcək, hamısı təmənnasız. Çatışmayan ustanın işlərində Emin qardaş bütün öz boynuna götürüb. İnşallah bundan sonra Emin qardaş qalxıb krişanı vuracaq. Allah canı sağ olsun. Köməkli ilə pol patolog vurulacaq, ağardılacaq, aboyu vurulacaq. Hamısı təmənnasız, Allaha xatir. Biz bunu başlamışıq, Allaha xatir. Kim də kömək eləmək istəyirsə, Allaha xatir eləsin. Allah hamımızdan razı olsun. Sağ ol qardaş, sağ ol. Ustalarımız da təmənnasız işləyirlər. Allah canlarını sağ eləsin. Bu evin üstünə nə qədər də şifr gedəcək, Allah canını sağ eləsin. Kərbalayı Ramin Yahya oğlu Allah tasını rəhmət eləsin. Allah rəhmət eləsin. Öz boynuna götürüb ki, nə qədər şifr gedəcək, 100-dür, 150-dir, 50-dir, hamısı. 10-dur, 5-dir, hər nədirsə. Hər nədirsə Allah təmənnasız kömək olsun. olsan öz cibindən alıb gətirir. Allah canı sağ eləsin. Sağ ol. Allah ürəyinə görə versin. Hə, gözəl izləyicilərimiz, çirək evimizin içini də çəkək, ailə ilə də tanış olaq. Çəkilişimizdə izləyicilərimiz də izləyir. Rasim, gəl bir dənə içəri girək qaqa. Bura torpaqdan tikilibdir də, gözəl izləyicilərimiz. Gözəl izləyicilərimiz, bax, ev. Sabahınız xeyir. Sağ olun, sağ olun. Gözəl balalar, nətəsiz? Yaxşı. Adın nədir? Zəhra. Zəhra. Sənin adın? Fatimə. Qurban olduqlarımın adları. Allah kömək olsun. Allah sana can sağlasın. Ömür versin. Allah onların başına. Amin, amin. Allah ne arzular var, ne niyetler var, ne muratlar var. Allah Teala özleri versinler. Amin, amin bacım. Her bir yerde ne işler var. Allah işlerine avan eylesin annesini. Çox sağ olun, çox sağ olun. Allah köməyiniz olsun. Zəhra balayla Fatimə balamızın İnşallah yaxın günlərdə gözəl bir evləri olar, qəşəng bir evdə yatıb durarlar. Allahın köməyi ilə. Allah canını sağ eləsin. Gözəl izləyicilərimiz. Görürsünüz də otağı yağış. Görün nə günə salıb. Görün otağı yağış nə günə salıb. Yəni buradan yağan yağışın hamısı ev torpaqdan olduğu üçün, evin üstü xarab olduğu üçün nə yağan yağış varsa hamısı yağır evin içinə. Görürsünüz də bax təmiz bura aralanıb, bax beləncənə də gələcək bəri. Buradan nəinki oturmaq, burada həqiqətən yaşamaq and ol Allaha təhlükəlidir. Yəni bu ev hər an uça bilər. Allah öz kömək olsun. Bax burada yaşayırlar, burada yeyirlər, burada oturub çay içirlər. Bax burada gördüyünüz kimi yağan yağış da evin içindədir. Pollar da ki, baxın, hamısı yoxdur, çürüyüb gedir. Ehtiyatlı ol, bir dəqiqə sən belə eləyirsən, bir dəqiqə elə düşəsən içəri. Düşəsən badvala bir dəqiqə. Ehtiyatlı ol, Allah özü kömək olsun. Gözəl izləyicilərimiz, bax bunlar da evin qapılarıdır. Hamamın qapısıdır. Bunlar da alınıbdır. Qardaşlar pul göndərib alınıb bularımızı. Allah köməkləri olsun. Allah canlarını sağ eləsin. Allah min əvəzini versin. Burada da mirmitillərin yığıbdılar bura. Qaz da bura çəkilib də. Keçənlər çəkildi. Keçenler çektiler sağ olsun. Allah kömeği. Allah qardaşlarımızdan sağ eləsin. Keçənlərdə Allaha xatir qazlarını çəkdi. Və qışa düşdü. Keçənlər buraya evi tikdik deyə bunu sübut eləmədik. Allah köməyiniz olsun bu evə. Allah canınıza can Bu sağlasın. Ömür Zəhra balayla Fatimə balamızı kim ki sevindirir, Allah canlarını sağ eləsin. Ruzilərin, bərəkətlərin bol eləsin. Amin. Neçədə oxuyursan? 4'te. Sən də 4-də oxuyursan. İkiniz də 4-də oxuyursunuz. Bazı kişi. Və yaşları eynidir, ekizdirlər. Yok. Elə bil oradan getirdik, elə onu elədi, koyduk, koymuş Nə işte. deyirsən bilərə? Allah onların canını sağ eləsin. Rəhmət eləsin. Bir danışın. Onların canını sağ eləsin. Sağ ol qadan alım, sağ ol. Ben Danış. Allah ölenden onlara can sağlasın. Gəlib yerdə olanları Allah qorusun. Sağ ol, sağ ol.
Ağıllı balalar. Allah saxlasın. Allah kim bizə köməklik eləyir, onlara can sağlığı versin, uzun ömür versin, başlarından töksün, neyiniyim, necə eləyim deməsin. Nə arzular var, nə niyyətlər varsa, onları Allah Taala onların niyyətlərinə çatdırsınlar. Amin. Amin. Qəribləri qərib İmam Mirzəyə buraxsın. Nə xəstələr var, nə niyyətlər var, nə necə deyirlər. Çətin işləri var, Hasan olsun. Amin. Amin. Amin, amin. Gözəl izləyicilərimiz, bir şey də vurğulayım ki, bax bu uşaqların nənələri də var. Ağbirçək anamızdır. O hal-hazırda bazardadır. Bazara gedir, simişka satır. Simişka satır, bax bu evi 5 manat, 3 manat çörək pulu eləyir. Qaz pulu eləyir. Allah canlarını sağ eləsin. Hə, gözəl balalar. Allahın köməyi ilə əmilər sizə, nənələr, əmilər baxıb sizə maddi yardım göndərəcəkdilər. İnşallah sizin də gözəl bir eviniz olacaq. Yağış yağanda dərdin çəkməyəsiniz ki, ay Allah, yağış yağdı, evimizin içinə yağış yağacaq. Allahın köməyi ilə, göydə Allahın köməyi ilə, yerdə onun gözəl bəndələrinin sayəsində sizin də bir gözəl eviniz olacaq inşallah. Allah kömək olsun, kömək eləyən qardaşlarımızın, bacılarımızın Allah canlarını sağ eləsin. Kimin xəstəsi varsa, Allah ona şəfa versin. Sağ olun, sağ olun. Gözəl izləyicilərimiz, çəkilişimizlə tanış olduk. Bax, gördüyünüz kimi ustalar gəlir, kənd cəmaatı gəlir. Allah canları sağ eləsin. Bax, bu qardaşımız da görürsünüz, gəlib burada kömək edir, Kərbəlayı qardaşımız. Ustalarımızın çayıdır, nə bilim, konfetidir, belə şeylərdə o qardaşımız alıb gətirir. Allah canlarını sağ eləsin. Allah ürəklərinə görə versin. Kim həqiqətən deyirəm, bu evdə ən azından 2 dənə qız balamız var. Zəhra bala və Fatıma bala. Onlara kömək eləmək lazımdır. Kömək eləyin. Buranı buradan. Onsuz da uçur. Buranı heç tutmaq lazım deyil, Rasim. Onsuz da bura uçur. Bu ildə qalsa, bu belə getməsəcək. Hə. Qalmasacaq. Apolovkamızı qururlar, betonumuzu tökəcəkdilər inşallah. Ondan sonra başlayacağıq evin üstünün materialı alınmalıdır, gözəl izləyicilərimiz. Şiferini, yəni neçə dənə deyirsə, Kərbəlayı qardaşımız, Kərbəlayı Ramin qardaşımız təmənnasız şiferini götürüb özlərinə. Bizə də düşən onun mismarıdır, reykasıdır və tridir, belə şeylər alınmalıdır. Mən bilirəm ki, bizim bu videomuza baxan gözəl Azərbaycanımın Koroğlu qeyrətli oğlanları, Həzər qeyrətli xanımları bu Seyid Peyğəmbər evlatlarına öz nəzirlərini inşallah göndərəcəkdilər. Allah köməyiniz olsun, gözəl ağsaqqalım. Xoş gəlmişsiniz. Can sağlığı versin belə. Çox sağ ol. Çox sağ ol. Minnətdarıq. Gözəl iş görürsün. Allah sizi sağlığı versin. Sağ ol. Sağ ol. Allah Azərbaycanımızı qorusun. Bəli, bəli. Bizim vətənpərvər, xeyriyyətçi Azərbaycan kimi xalqımız var. Onlar bax bu körpə balaları, bu Seyid Peyğəmbər evlatlarına mən bilirəm ki, inşallah gözəl yardımlar göndərəcəkdilər ki, burada ən azından 2 dənə körpə qız balamız var. Allah köməklər olsun. Allah bax, görürsünüz, gözəl izləyicilərimiz, ustalarımızın canını sağ eləsin. Gəlib təmənnasız bu işi görür. Mən ümumiyyətcə elə buradan üst tutub bütün ustalarımıza buradan üst tuturam ki, yəni ümumiyyətlə bu yardımla tikilən evlərə vallah gedib təmənnasız işləyəndə onun Allah sizə 10 qat əvəzini verir. Belə işlərdə elə kömək eləmək lazımdır. Kömək eləmək lazımdır, ay gözəl ustalar. Allah'tan Allah'ın köməyinə
Quracaqdılar. Betonun birini tökəcəkdilər, qalıb quruyacaq. Görürsünüz də. Sabah xeyir nənə, sabah xeyir. Çox sağ ol. Sağ ol ay nənə. Sağ ol. Allah köməyin olsun. Çox sağ ol, çox sağ ol. Allah canınızı sağ eləsin. Mənim gözəl, dəyərli izləyicilərim. Bir şey də vurğuluyum ki, bilirsiniz də, biz harda ev tikirik, Ceyranboy rayonunun Tap Qaraqoyunlu kəndindən mənim gözəl qardaşım, böyük qardaşım. Ruslan qardaşımız o evin işıqlarını tam təmənnasız yolluyor, tok sistemini. Dünən mənə zəh vurdu ki, xəqani, inşallah Cəllabadda tikilən evimizin də tok sistemi mənlikdir. Allah sağ dəyməsin, gözəl qardaşımız, Allah balalarını saxlasın. Allah qazancına bərəkət versin. Allah ruzunu, bərəkətini daha da bol eləsin. Gözəl izləyicilərimiz, bilirsiniz də bizim tikilən evlərdə hamısında qapıları bizim gözəl qardaşımız Ayaz alır. Ayaz bilirdi ki, biz növbəti evimiz Cəllabadda başlayır. Seyid Peyğəmbər evladlarına. Ayaz zəh vurdu ki, xəqani, o evin neçə dənə qapısı varsa mənim boynuma. Amma Ayaz qardaşım, qapıları alıbdılar. Allah sənin ürəyinə görə versin. Səni öpüb bağrıma basıram, gözəl qardaşımız. Allah canını sağ eləsin. Allah min əvəzin versin. Qapılarımız alınıb belə maddi nə gücünüz satır kömək eləyərsiniz. Seyid Peyğəmbər evladlarıdır. Kimin gücü nəyə satırır, bax bura. Xahiş edirəm, kömək eləyin ki, evimizin üstünün taxta materialı alınmalıdır, gözəl izləyicilərimiz. Qumumuz var. Qumumuz var, simentimiz nətər var? Siment alınmalıdır, qumumuz var. Bir də evin taxta materialı, üstünün tiridir, reykasıdır, mismarıdır. Bax, belə şeylər alınmalıdır, şiferdə təmənnasız verilir. Allah canı sağ eləsin, onu göndərən qardaşımızın da. Burada da bir dənə navist olacaq. Gözəl izləyicilərimiz, bax bu qardaşımız da Allah canı sağ eləsin. Evin sıvaçikdir, montajdır. Yəni deyib, nə lazımdır, təmənnasız mən də buradayım. Sağ ol qardaş. Allah ürəyinizə görə versin, Allah canınızı sağ eləsin. Çox sağ olun, minnətdaram. Seyid Peyğəmbər evladlarıdır, başsız qadınlardır. Bunlara kimsə yardım eləyirsə, vallah, and ol Allaha, elə bil ki, edib həzə gəlir. Allah canınızı sağ eləsin. Gözəl izləyicilərimiz, bugünə olan çəkilişimiz yekunlaşdırıram. İnşallah yəqin ki, sabah bir ürək açan çəkilişimiz olar. Allahın köməyi ilə, Allahın izni ilə. Allah izləyicilərimə dəyməsin. Mən izləyicilərimlə fəxr eləyirəm. Mən gücü, qüvvəti izləyicilərimdən alıram. Allah sizləri var eləsin. Bizə ruh yüksəkliyini verən izləyicilərimə qurban olaram.